Əziz abituriyentlər, ekrana yaxın əyləşin. Bugün sizlərə mübtədə xəbər uzlaşmasından imtahana düşəcək karıxdırıcı bir sualın izahını təqdim edirəm. Bir nüans var. Bilirik ki, gerundun xəbəri təkdədir. Yəni gerundun xəbəri təkdə olur. Eyni zamanda məsdərlə cümlədə mübtədə olarsa, cümlə məsdərlə başlayarsa, yenə biz xəbəri təkdə verəcəyik. Burada to disturb, yəni burada məsdər olduğu üçün deməli doğru variantımız bizim burada olacaqdır. C variantı is. The wild animals-ı götürməyin. O cümlənin əlavəsidir. Baxın görün, onu cümlədən çıxanda, the wild animals cümlədən çıxanda tam mənanı ala bilirik. Cümlənin strukturu pozulmur ki? Yox, pozulmur. To disturb is strictly prohibited in this park. Görürsüz, the wild animals-ı çıxdım. Cümləmizin strukturunda pozulma olmadı. Deməli, the wild animals burada cümlə üzvümüzün deməli cümlənin əlavəsidir. Yəni olmasa da olar, olmasa da olar. Zaten bir də digərlərinə baxın əziz abituriyentlər. 4 dənə cəm xəbər, yəni 4 dənə cəm xəbəri çıxırıq, yerdə qalır bir dənə tək xəbər. Müxtəlif yollarla həll edə bilərsiniz. Qrammatikanı düzgün, doğru, səliqəli və səlis şəkildə dərslərimə qoşularaq öyrənə bilərsiniz.